varsa, o mütləq özünü göstərəcək. Qaldı ki, uşaqlığın götürülməsi, erkən sümük əriməsi, erkən menopoza gətirir, qadınlarda başqa psixoloji durumlara gətirib çıxardır problemlərə. Qadınlara fikrim, sözüm odur ki, gözəllik sağlamlıqdır. Əgər sağlamlıq olmadan gözəlliyin heç bir rolu yoxdur. Və mən istəyirəm ki, bu gözəllik sağlamlığa mane olmasın. İstifadə olunan əlavə gözəllik vasitələri filan var. O xanımlara qəlb xətrinə demək istəmirəm, amma həddən artıq baxımsız, uzun səliqəsiz, uzun dırnaqlar, süni vasitələrdən yaranan bu əlavə gözəllik vasitələri, bunlar qadınlara problem yarada bilir. Onların mənşəyi nədən hazırlanır bilmir və gözəllik sağlamlığa mane olmamalıdır. Bir həkim olaraq sizi ən çox narahat edən tendensiya nədir o zaman? Elə tendensiyam odur ki, qadın mütləq olaraq qadınlar bu gözəllik vasitələrdən ki, dediyim kimi istifadə edirlər, o sağlamlığa mane olmamalıdır. Öncə daxili gözəllik, daxili ruh halı və ondan sonra əgər onlar tam yerindədirsə, digər şeylər sizə yəni mane olmasın. Bunu əlavə etmək istərdim ki, qadınlarımız əgər onlarda bu kimi şikayətlər varsa, vaxtında müraciət etməlidir. Yəni həyatlarını bununla sığortalamış olurlar. Nəinki öz həyatlarını, evladlarını, ailəsini, həyat yoldaşlarını. Ona görə də vaxtında müayinələrdən keçməlidirlər. Həkimə müraciət etməkdən qorxmamalıdırlar. Əksinə erkən müayinə həyat qurtarır. Həyat qurtarır. Bəli. Yeri gəlmişkən müayinə və diaqnozdan sonra təyin olunan müalicədə pasiyent nə dərəcədə davamiyyətlidir? Yəni vaxtı-vaxtında o müalicə sürəcində, müddətində davamlı gəlirmi? O müalicəni doğru düzgün yerinə yetirirmi? Ona görə biz həkimlər onları düzgün maarifləndirməliyik. Hər şey maarifləndirmədən asılıdır. Bilgilər verilməlidir, tibbi məlumat. Xəstə onda aydın olur, xəstə özü gəlir. Xəstələr artıq məsuliyyətlə yanaşırlar. Müraciət edirlər. Fərdə görə dəyişilir. 3 aydan bir, 6 aydan bir, 2 ildən bir. Amma yenə də müraciət edirlər. Çox təşəkkür edirəm doktor. Bizə zaman ayırdınız, təklifimizi qəbul etdiniz, dəvətimizi qəbul etdiniz, gəldiniz. Biz də burada media vasitəsilə, sizlərin vasitəsilə izləyicilərimizə qısa da olsa, az da olsa nacizanə məlumatları çatdıra bildik. Minnətdaram sizə. Təşəkkür edirəm. Sağ olun. Çox sağ olun. Bax belə əziz izləyicilər, Media və Beyin podkast çəkilişimizin bugünkü müzakirə mövzusu burada bitdi. Mənimlə dəyərli qonağımız tibb elmləri üzrə fəlsəfə doktoru, həkim mama ginekoloq Jalə xanım Cavadova idi. Sağ olun, gələn görüşərik.